Sonra Şeyx İbn Cəz rəhməhullah buyurur ki, bəb tərbiyə aləl vəaz və qussas. Yəni iblisin vəsvəsələrini qeyd edir. Və Şeyx rəhməhullah deyir, iblis necə vəsvəsələr, kimə, namaz qılanı necə, oruç tutanı necə, alimi necə, xavaricləri necə, lənəhumullah və s. Və burada Şeyx indi danışır vəz eləyənlərə, yəni söhbət eləyənlərə, hekayələr danışanı necə vəsvəsələrlə, qıssalar danışanı. Və burada Şeyx buyurur ki, rəhməhullah, ümumiyyətlə deyir, qədim zamanda vəz eləyənlər fəqih insanlar idi. Yəni, söhbət eləyənlər, nəsiyyət eləyənlər, vəz eləyən, yəni söhbət eləyən, cəmaatı əmr-i məruf və nəhy-i münkəri çağıran, dini əhkamları öyrədən, söhbət onlardan gedir. Və lakin sonra hətta Ömər ibn Abdülaziz gəlib vəz olunan məclislərdə oturub qulaq asardı. Ömər ibn Abdülaziz radiyallahu anh. Lakin sonra cahillər bu işə qarışdılar və cahil də nə işə qarışıb koruyur həmişə. Bu cahilin adətidir. Necə İmam Tirmizi deyir, rəhməhullah. Deyir ki, kim bir şeydən etmək istəyirsə, o şeyi bilmirsə, o şeyi koruyacaq. Və cahillər həmişə koruyur. Elm əhli düzəldir, cahillər koruyur. Və koradılar bu işi, hansı ki, cəmaatın qabağında deyən vəzilməyi və qoşuldu cahillər, özlərin onlara elə gələn ki, onlar bilirlər və girdi bidə, cırğıcı şeylər. Və şeyx deyir ki, rəhməllah, sonra başladı dəb düşməyə ki, cəmaatın xoşu gəlsin deyə. Başladılar danışanırsan bir dənə meclisdədir. Öyle danışır ki, meclislərin xoşu gəlsin ondan. Sən güclü danışandır. Və ya sairə, bu cür şeylər. İxlas getdi. Və başladılar cəmaata görə danışmağa. Bu iblisin hamısının vəsvəsələndəndir. Hətta başladılar Peyğəmbər sallallahu aleyhi ve sellem adına yalan danışmağa. Cürbədir hekayələr uydurmağa ki, nədir? Vəz eləyəndə cəmaata xoşu gəlsin. Və yaddan çıxardılar ki, Rasul salsın buyurur ki, mən qədib aleyyə mütamidən fəliyyətəbə və məqaduhu minən-nar. Peyğəmbər salsın buyurur ki, kim bilə-bilə mən adından yalan danışsa, yeri cəhənnəmdə hazırdır. Və hədis Əhməd rivayət edir, Tirmizi və qeyrilər. Yaddan çıxdı, cahillə ona görə. Cahil əslən qorxmaz. Cahilin əlamətidir. Məsələn, o adam ki, lələ danışır, gecə-gündüz, aydındır, o dəlildir ki, o səfihdir və cahildir. Çünki bilən adam danışmaz. O demək deyil, bilən adam susar daimi, yox. Ehtiyac olsa danışar. Nədən ehtiyac varsa ondan danışır. Ya sən bilməyənsən, baxmaz nədir danışdığı, harada danışır, hansı zamandır, kiminlə, hələ danışar. Bunlar hamısı səfihliyin bir də cahilin əlamətləridir. Və şeytanın vəsvəsələri. Və sonra Şeyx Rəhməhullah həmçinin olan vəsvəsələrinə ki, iblis necə vəsvəsə eləyir, vəz edənlərə. Məsələn, görürsən, qeyd etdiyi ki, avamların xoşları gəlsin deyə elə danışırlar ki, avamların xoşları gəlsin. Və həm özlərini zəlat edirlər, həm də cəmaatı. Məsələn, bəzi meclislərdə görürsən ki, riya daxil olur ki, onları tərifləsinlər və s. Və ya bəzi məclislərdə görürsən, elə danışır ki, qoydusunlar, bu necə güclü danışandır. Və ya məsələn, görürsən, cürbəcə hərəkətdə eləyir danışanda. Cürbəcə hərəkətdə, məsələn, deyir, atda oyandan, atdan orası oyana. Sonra gəldilər, belə gəlir, səhnəyə oxşadır söhbəti. Bu qalaqlar, belə şeylər çox idi. Və ya məsələn, görürsən, meclislərdə göndərirlər matəmə, vəz eləyənlər. Məsələn, söz deyir, başlayır ağlamağa gör ki. Özünü göstərir gör ki, bağlayır. O başlayır ağlamağa. Ne üçün belə oldu? Söhbətin adı ne üçün belə oldu? Və ağlayır. Dönür elm məclisi, vəz məclisi matəm məclisinə.
Əksinə və ya yaslarda görsən çox var. Bəzi edənlər görsən qəbirstizad başlayır orada ne deyirlər ona? Ağlamağı özü ağladır cəmatı. Əksinə hələ vəziyyətlərdə cəmatı səbir etməkdən danışmaq lazımdır. Ki, ham öləcək, insan belə vəziyyətdə müsəlman özünü necə aparar, səbir eləmək lazımdır, dua eləmək lazımdır. Və lakin yox, nə cəmat xoş gəlsin, başlayır ki, nöş belə oldu, söhbətin adı nöş belə oldu. Və dəhşət başlayır bilməyə, və ağlar gedir hamı, və heç nə fayda almır, heç kəs. Dillər nə danışdı? Deyir, ağladı. Məclisin adı ağlamaq məclisi. Və ümumiyyətlə, və şeytan hamısı, bunlar hamısı şeytan vəsvəsələndəndir. Və ya məsələn, görürsən, bəzi vəz edənlər, hamısı Şeyx İbn Cəvzi deyir, ha. Deməli, görürsən, bəzi meclislərdə görürsən, Musa Aleyhisselamın hadisəsindən, Yusuf Aleyhisselam Züleyxanın ki, cəmatı xoşu gəlsin. Məsələn, belə nağıllar kimi, belə tapbacalar. Deyir ki, cəmat nədir, xoşu gəlsin. Hamısı şeytan vəsvəsələndəndir. Və ya görürsən, bəziləri zahid deyil, xuşunu elə danışırlar ki, qulaq asan, gedir dağlara, tərkilir insanları. Gedirlər dağlar orada yaşamağa. Yəni o dərəcədə. Hansı ki, zahidlik, xuşu o deməkdir ki, sən cəmatı tərkilə. Çıx gedir. Yox, xuşu olsun, zahidlik olsun, başı o deməkdir ki, sən cəmatdan qaçqinə. O xristiyanlıqdadır. Aydındır. Və şişirdirlər hər şeyi. Və bunlar hamısı şeyx buyurur ki, rahiməhullah, şeytanın vəsvəsələndəndir. Və həmçinin şeyx buyurur ki, rahiməhullah, həmçinin söhbətlərində görürsən şeytanın vəsvəsələndən vəz edənlər üçün bəzi böyük adamların yanında elə danışır ki, xoşu gəlsin ondan. Ki, böyük adamlar bundan xoşu gəlsin. Falan kəs bizdən yaxşı danışdı. Və ya s. Bu danışır şeytanın vəsvəsələndəndir. Çünki ixlas yoxdur. Danışır ki, məndən xoşu gəlsin. Və ya məsələn, necə dedik, qəbirstanlıqlarda görürsən, şeyx deyir ki, səbir etməkdən, vəz etməkdən ki, səbir etmək lazımdır belə vaxtlarda, belə hallarda görürsən, ağlayır və başlayır ki, ayrıldı, getdi və ya məsələn, bəla gəldi başımıza və görürsən, bəzi meclislərdə qadınlar olur və ağlayırlar, söhbət, səs qalxır və dönür zikir məclisi, ağlar meclisinə və adı da nöş belə oldu. Aydındır. Və sonra Şeyx Rəhməhullah, bu hamısı şeytan vəsvəsələridir. İblisin. Və mömin gerək danışığında birinci ixlas ola, cəmatın xoşuna gəlmək üçün danışmıyor. Və sifarişlə, zat, bir dənə bu söhbət elə. Və ya xoşum gəl bu söhbətdən, və ya sağ. Və insan baxmalıdır cəmata, hansı münasibdir söhbət, ona danışmaq lazımdır. Aydındır. Yəni, vəz edən adam daima belə şeylər fikirləmədir. Sonra Şeyx Rəhməhullah danışır ki, bu dilçilərə, yəni ərəb dilçilərinə, şeytanın vəsvəsələrinə, necə bu qramatikin alimlərinə, bu dil alimlərinə, necə şeytan vəsvəsələ eləyir. Məsələn, fikrini çox dərinlər, məsələn, təfsirdə, çoxlu təfsirlər oxumaq, fiqdə çox dərinləri gedmək, qramatikada, və s. Və həmin vacib olur. Bəziləri geçsə bəsdir. Hətta bilirsin, yəni, bu üzrə mütəxəssis var, bu üzrə mütəxəssis var, bu üzrə mütəxəssis var. Amma tutub birindən, o birisi elmləri tərk eləmək olmaz. Sən əqidə elmi. Əqidən birincidir. Ona görə, məsələn, görürsən, ərəb dili yaxşı bilən, olar ki, əqidədən cahildir. Və şey yoxdur ki, bu şeytan vəsvəsələrindən. Və ya məsələn, başqa elmlər də, xüsusən burada, Vaki Şeyx burada məsələlərdən danışır. Və həmçinin deyir, şeyx buyurur ki, Allah, lüğətçilərdə daima bir təkəbbürlü olur. Ki, onlar deyirlər ki, açar bizdədir, elmin açarı. Ərəb dilidir, Quran da ərəbcədir, hadislər də ərəbcədir. Və ən yaxşı biz ancaq bilirik bunu.
Görürsən, şeytan bu yoldan da onlara vəsvəsələrdir, daxil olur. Bunlar məsələn, vəsvəsələrin yolundandır, dinçilərə. Və bir şey yoxdur ki, dil öyrənmək lazımdır, vacib məsələdəndir. Lakin əsas odur. Əsas nədir? Əqidə. Əsas odur. Olar ki, bu da lazımdır, lakin onlar çox şişirdirlər. Və çox vaxt şeyh deyir ki, rəhməllah, görürsən, ərəb dilindən dəhşətdir və lakin adi məsələlərdən xəbərsizdir, cahildir. Bu da evdir. Və belə olur, görürsən, o bizim universitetdə fakültələrdən biri ərəb dilidir. Müəllimlər söhbət deyir ki, dili qutarıb oranı oxumayıb o dərsləri. Yəni fiqhdir, əqidədir və s. Amma güclü ərəb bilirdir, qramatikanı. Məsələn, ərəblərin cahili dövrünün şeirlərini sənə desin, saatlarla. Gedir ölkəsinə, indi ölkəsinin məsələ girir, dəstəyə vaxtlar gəldi Frankəs, Mədinədə oxuyur. Qalın ki, bu ərəb dində oxuyur. Orada məsələn, Tim Universitetini göstərin Mədinəyə. Burada bir də alim oldu, alim sanatı, Mədinədə olmuşsan qıtardı. Gelib onu çıxardıb olsa kimin ama, kimə xütbəsinə. Bu da onun danışığını verən, neyse deyir, necə yansın, Mədinədən yansın, universitet oxunsan, sonrasında. Bu da çıxıb daha bir mühümlə danışsın, bu Əlifiyyə var, İbn Malikin. Bu ərəb dilinin qrammatikasını 1000 dənə beytə yerləşdirib. 1000 dənə beytə. Başlayıb ordini, onlar da ərəb deyir, başa düşündürür, bir xütbə verir. O sonra bir ki, ərəbcə danışır da, bu da deyir ki, başlayıb şeir deməyə, qrammatikayın şeirin, xütbə verir ondan. Yəni, heç də bilməyib danışmağa. Yəni, bu hamısı, şeytan vəsvəsələrdir. İnsan görək, ən mühümünü öyrənir. Çox yox ki, ərəb dili vacibdir, həmişə biz də qardaşlara tövsiyə oxumaq lazımdır, ərəb dilini güc verin. Çünki hər şey ərəbcədir. Lakin əsas əqidədir. Əqidə də əsas minhəcdir. Düzgün başa düşmək. Çoxsu cahildir minhəcdən. Məsələn, təkfir məsələsi. Kafir demək. Əhl-i sünnə cəmanın minhəci nədir bu məsələdə? O öyrənmək lazımdır. Burada bəzilər danışıyor, nə oldu? Kafir. Nə oldu? Kafir. Xavacla minhəcidir. Sən öyrən minhəci. Minhəci öyrən. Əhl-i sünnə və cəmaat təkfir məsələsində minhəci nə idi? Və ya məsələn, hər bir məsələdə, baxmamız minhəc, yəni başa düşmək necədir? Sələf, ayəni, hədisi, bir məsələni necə başa düşürlər? Və necə tətbiq edilər? Biz dedik ki, ayənin olmağı, hədisin olmağı, alimin sözün olmağı kifayətdir. Olmaq başqadır, tətbiq eləmək başqadır. Aydındır. Necə ki, biz misal da çəkdik. Məsələn, zəkat ayələri var hədisləri. Oxusun, bizəysən zəkat verməyən kafirdir. Və ya bir deyən cəhənnəmlədir. Var belə şeylər. Və lakin tətbiqində başqadır. Gəlirsən o ayələr tətbiq elə. Tətbiqdə şərtlər var. Əgər şərtlər yoxsa tətbiq edilməzsən onu. Aydındır, gerək. Baxır, nədən sən zəkat çıxarsın? Orada şərhi var. Maldandır, heyvandandır, fikidəndir və s. Hamısının öz miqdarı var, şəriət qoyur. Əgər çatmırsa, məsələn 85 qram qızıldır. Əgər 84 qramcı sənə zəkat düşmür. Nə olsun ayə var? Şərtlər yerinə getməyib səndə. Həmçində məsələn namaz ayələri var, hədisləri. Var, şey yoxdur onda. Yəni tətbiq tamam başqa şeydir. Onlar ki, danışırlar, bilmirlər tətbiq nədir? Və tətbiq necə edirlər əslən? Yəni, sələf ayəni necə tətbiq edir? Aydındır. Və təbii ki, Allahdan şeylər də vardır sən, Allahdan. Məsələn, birisi də dünya qarışıqdır belə, bəzilə istifadə edir. Görsən, dövlətə gəlmək üçün, belə şeylərini istifadə edir. Görsən, nəsə olur, o bəzi şeylər örtür, onların üstünü görmürlər. Anlanırlar. Və şuar, bəzi hadisələr. Ona görə var, ayənin olmağı, hədisin olmağı kifayətdir. Tətbiq tamam başqa şeydir. Tətbiq də necə olmalıdır? Sələf necə tətbiq edir?
O minhəcdir. Minhəcı bilmək lazımdır. Yoxsulsa bilir, məsələn, ayələr hədislər bilir. Əqidəni də oxumaq kifayətdir. Kitabdan, gelin müəllim yanında oxuyasan, dərs alasan. Əqidə asandır. Düzü asan deyil, lakin çətinləşdirmişik. Firqələr də çıxanda, mötəzilərdə çıxdı, əlifə məcbur oldu. Onlara cavab vermək üçün başladılar cavab verməyə. Belə qaydalar qoydular, ona görə çətinləşdirdi. O oxumaq lazım əqidə öyrən, müəllim yanında, öyrən, müəllim. Müəllim görür, mütəxəssis olar. Hansı ki, bacaran, hansı ki, o da müəllim yanında alır, mütəxəssis yanında. Belə insan ancaq özünü qoruya bilər. Səlamət mühəcdə ola bilər. Aydındır. Yoxsa adam təhlükədədir. Səlamət olmayan, sabah dönür, bir gün belə deyil, sabah başqa şey deyil. Sabah qeybət üzərində gedir, qeybət böhtana gedə bilər, qeybət və s. Günah getirir. Aydındır. Bir dənə qeybət bilirsən nə qədər günah getirir? Günah. Məsələn, qeybət getirir nə? Böhtan getirir, zən getirir, cəsusluq getirir, başlayıb görmək, sonra zülüm getirir. Çünki sən dansı qeybət verirsənsə, zülüm etdin ona. Zalimsən. Və sonra bir dənə qeybət vermək görə necə şeylər getirir, özü dəhşətli şeylər dalınca. Ola ki, avam bilmir, avam. Avam bilmir, belə şeylər danışında, nə ki, misal tutun qeybət. Hər şey belədir. Onu öyrənmək lazım, yoxsa oxumaq, bu oxumaq da 5 günlükdə, Albəyən broşurkanı, məsələn, bazı kitab oxuduğunu mən qutardığımı oxumuşam. Həlim oxumaq, səhələ gəldi. O birinci mərhələdir. Adam birinci mərhələdə olanda, İbn Qeym deyir, 3 mərtəbədir elm. Birinci mərtəbədə deyirsən, mən oxumuşam, mən ən çox bilənəm. Artıq mən özüm müstəqil hərəkət edə bilərəm. Bu mərhələ deyirlər təkəbbür mərhələsi. Sonra ikinci mərhələ, əgər davam edirsənsə elmi, görürsən, az danışım. Bu nədir? Nə qədər şeylə var? Bu elmdə belədir. Oxuduqca qapılar açılır qabağında. Nə qədər çox dəlinmişdin, o qədər çox bilirsən ki, sən cahilmirsən, dəhşət. Gəlir tavaskar mərhələsi. Və bilmirsən, mən çox bilirəm. Sonra davam edirsən, və bir dənə mərhələ var, onu çatanda deyirsən, mən heç də bilmirəm. Mən heç də bilmirəm. O artıq üçüncü mərhələdir. Bu birinci mərhələdə olanda maşallah yaxşı deyirsən, kitab oxuyursan, lakin davam ilə. İndi əlləməsən, ola bilər, alimsən, biz də sənə deyirik. Lakin oxuyur, davam ilə. Oxuyur, laf güclü oldu alim. Allah biz sevinirik, kim bizdən laf çox bilsin, çox olsun, biz sevinirik vallahi. Oxuyun, qardaşlar, oxuyun, özünüz görəcəksiniz. Ondan iblislərə yol olmayacaq, şeytanlara, münafiqlərə, arada fitnələməyə, s. Sonra həmçində cəmaat möhkəm olacaq. Aydındır? Yaxşı, Allah razı olsundur. Sonra Şeyx İbn Cəvzi rəhməhullah buyurur ki, necə iblis elm əhlinə vəsvəsələr eləyir. Bu vəsvəsə cahilliklə gəlmir. Hətta elm əhlinə də olur. Yəni şeytan hətta elm əhlini də anladır. Qalib gələ bilər ona. Təbii ki, qalib gələ necə, əgər ixlas olmasa, əgər elm kimsə görsün, və ya kimsə eşitsin və ya dünya qazanmaq üçün olsa, onda şeytan qalib gəlir insana. Və burada Şeyx Rəhməhullah deməli buyurur ki, və şeytan belə çoxuna daxil olmanı vəsvəsələrdir. Məsələn, elmdən gözəlləşdirir ona təkəbbürlüyü, gətirib çıxarıb təkəbbürlüyə, özünü qatmaq. Və məsələn, həsəd paxıllıq şeytanın vəsvəsələrindən Yəni, qeyrisinə paxallıq eləmək, həsə elmdə. Və ya, məsələn, həsədləmək. Bu hamısı şeytan vəsvəsələrindən. Və həmçinin riya, məsələn, özü göstərmək ki, hansısa böyüyün xoşuna gəlmək. Və özü göstərmək ki, kimsə sənə dünya malını nəsə versin. Və öz
işləri həyata keçirsin deyə ixlas olmur. Quran şeytan daxil olur, şeytanın qapılarıdır. Və sonra şeyh yenə devam edir. Təbii ki, bunların hamısının şeyh buyurur ki, əlacı ixlasdır. İxlas, təkəbbürlüyün, həsədin, pahalığın, riyanın dərmanı ixlasdır. Allah subhanətə alə ixlaslı olmaq. Və şeyh deyir ki, rahimullah, əgər bir sələflərə baxsan elm əhlində olan həyatına, yəni təkəbbürlüdən olan uzaq idilər. Həmçinin təvazükar, həmçinin riya da yox idi. Və riya da təbii ki, nədən gəlir? Tövhiddə ixlas olmamandan. Çünki tövhidi güclü olan, ixlaslı olan, bilir ki, Allah subhanətə alə görür. Riya da nədir? Göstərmək. Məsələn, biri ibadət göstərir ki, nə ibadət edirlər və ya biri məsələyi qoydusunlar ki, mən belirləm. Və s. İmanı güclü olsa, bilir ki, Allah görür, kifayətdir. Əsasları Allah görmək kifayətdir belə baxanda. Lakin o vaxt ki, dünya məsləhətləri olur, maraqlar, yüksəlmək, özünü yaxşı göstərmək qeyrilərindən. Bu hansı şeytanın vəsvəsələrdir. O şeytan daxil olan insana və başlayır qızışdırmaq onu o vəsvəsələrində. Və belə Şeyh Rahimullah yəni bir neçə şeytanın qapılarından danışdı. O qapılardan ki, iblis, yəni şeytan daxil olur insana. Təbii ki, müstəq sənin ixlasın olmalıdır, qardaşlar. İxlas olmasa, heç nə namaz qəbuldur, nə oruç qəbuldur, nə elm qəbuldur. Əksinə, elm daha da pisdir. Çünki alimə bilənə əzab, bilməyəndən çox olacaq. Çünki ona hüccət qalxıb artıq. O bəhanə eləməcək, mən bilmirdim. Ona bilən üçün laf dəhşətli olacaq. O Peyğəmbər sallallahu əleyhi və səlləm qiyamət günən birinci cəhənnəmə girənlərdən biri bilənlərdir. Çünki hüccət qalxıb olaraq. Lakin o vaxt ki, bilən ixlas olmasa, riya olsa, qoy mənə eşitsinlər, qoy mənə görsünlər və ya yüksəlmək üçün dünya həyatında nəsə qazanmaq olsa, heç nə. Ata pullu elmi, elmi yox olan sana üçün elm lazımdır. Və həmçinin elm əhli təbii ki, həmçinin təhlükədir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, kim əgər bu elmi kimsə eşitsin və ya kiminlə münaqişə eləmək üçün və ya cəmaatı öz sələmini çəkmək üçün öyrənibsə, qiyamət kimi cənnətin gəlməyəcək ona. Ona görə elə baxma ki, elm hasandır, elm alan adam laf gəri təvazükar ola, laf gəri Allahdan qorxan ola, sadiq ola. Və bütün gözəl xüsusiyyətlər onda olmalıdır. Ki, təhlükəlidir. Hüccət qalxıbsın artıq. Daha bəhanə yoxdur. Allah subhanət hələ inşallah bizim əməllərimizi xaric ona etsin. Allah subhanət hələ bizim qəlbimizi riyadan, həsəddən və cüvvəcək şeylərdən çəkilməsin, təmizləsin. Amin. Allah bilir. Şeyx İbn Cəvzi rahiməhullah o vaxt ki, iblisin vəsvəsələrindən davam edir. Şeyx buyurdu ki, alimlər necə vəsvəsələr eləyir. Və həmçinin sonra toxunur əmr sahibləri necə vəsvəsələr eləyir, iblis. Və burada Şeyx rahiməhullah ümumiyyətlə deyir, vəsvəsələri çoxdur, lakin bəzilərini qeyd edir. Və məsələn, vəsvəsələrindən əmr sahibini göstərir ki, Allah subhanət hələ onu seçib. Əgər Allah Teala səni seçibsə, səni Allah Teala istəyir. Və s. və s. O gətirir, təkəbbürlüyə çıxardır. Riyaya. O xüsusən də əgər zəif olursa elmdə və s. Asilə gətirib çıxardır. Təbii ki, şeytan o vəsvəsələrindən də bu, hansı ki, əgər belə fikirdə olan şeytan o saat bundan istifadə edir, bu vəsvəsələri artırır. Həmçinin
Əgər dünya malı çoxaldı, çünki dünya malının çoxalmağı əgər insan zəifdirsə, şeytanı bir qapısıdır. Şeytan vəsvəsələrin çoxaldan səbəblərdən biridir. O demək deyir ki, dünya malından qaçqın. Amma ki, var adamlar dünya malı üçün öz əqidəsini qurur. Görürsən, məsələn, kim biraz imkanlıdır, görürsən, yaxşıdır ona. Ki, imkan azalanda əlaqəsi pozulur. Və s. və s. İnsanlar cürbəcürdür, var elə insanlar da. Həmçinin əmr sahibləri, əgər dünya malı çoxaldı, görürsən, çaşa bilər və şeytanın vəsvəsələridir. Girir bu qapıdan. Həmçinin şeyh burada gətirir ki, Allah subhanətə buyurur ki, İnnəmə numli ləhum liyəzdənu ismə. Allah subhanətə hər adamlara ümumiyyətlə kimlər ki, malı altır və lakin fayda vermir, asiliyə xərcləyirsə, Allah subhanətə deyir, biz olan malın da daha da çox eləyirik, hətta günahlar çox olsun. Və həmçinin sonra Şeyx Rəhməlullah Şeyh Rəhməlullah buyurur, həmçinin vəsvəsələrindən öz rəyindən çox fikir danışmaq, öz rəyindən. Ümumiyyətlə, rəyə istinad eləmək həmişə düzgün deyil. Öz nəfsivə. Xüsusən gəl cahilsənsə. Bilmirsən bir şeyi, şeytan belə şeydən istifadə edir və vəsvəsələni antırır. Yəni, insan öz rəyindən danışmaq, s. Xüsusən əmir sahibi. Çünki əmir sahibi məsuliyyətdir. Amma Peyğəmbər s.ə.v dedi ki, çox həris olmayın. Qiyamət günü peşmançılıqdır. Əgər sən adil olmasan, əgər düzgün yerini getirməsən, qiyamət günü peşmançılıqdır. Nə qədər əmir sahiblər peşman olacaq ki, əmir sahibi oldular. Qiyamət günü. O boyda məsuliyyətlərin boyunlarını götürürlər. Və həmçinin ev sahibi də, yəni evdə başçıdır, o da əmir sahibidir evində. Ona da aiddir. O da məsuliyyətdir. Hər kəs məsuliyyət daşıyır, hər kəsdə soruşulacaq. Nə qədər məsuliyyət daşıyır, o qədər. Aydındır. Və həmçinin Şeyx buyurur ki, Rəhməhullah, həmçinin vəsvəsələrindən asilikləri yaxşı göstərir ona, əmir sahibinə. Zülmü yaxşı göstərir. Və s. kimi məsələləri yaxşı göstərir, heç nə görmür. Bu da təbii ki, şeytanın vəsvəsələrindən də əmir sahiblərini etdiyi və həmçinin vəsvəsələrindən öz hökmü altında olanlara üstdən baxmaq. Yəni, görmək ki, ümumən hər şey yaxşıdır, kifayətləmək buna. Yəni, fikir verməmək öz ələ altında olanlara. Bu da vəsvəsələrindən. Həmçinin şeyx deyir ki, vəsvəsələrindən xəyanət eləyən, xainləri öz ətrafına yığmaq. Hansı ki, əmin olmayan adamları. Çünki hakim gerək onu da fikir verə. Yəni, ətrafına yığanları. Ki, hər adamı da oturdurmaq düzgün deyil axı. Birdən xain olar. Aydın hər şeydə. İnsan gerək bir işdə böyük işləyirsə və ya bir yerdədirsə, gerək ətrafını fikir verə. Aydındır. Ətrafını fikir verə. Çünki xainlər var. Və iblis var da, iblis işləyir. Yaddan çıxarmadır. Günün barqdan soruşda iblis yatır. Dedi, yatsaydı, istirahət edərdik. Yatmır, o işləyir. Ona görə xain var. Həmçinin münafiqlər var. Həmçinin öz nəfsinə uyanlar var. Cahillər var. Cürbəcür niyyətdə olanlar var. Hamısı iblis yatmıyor. İblis işləyir, öz işini görür. Və yarısı ona tabi olanlar olur. Allah subhanətə alə biz iblisin vəsvəsələrindən qorusun. Allah subhanətə alə bizi fitnədən və fitnə əhlindən qorusun ya Rab. Və sonra Şeyh Rəhməlullah danışır iblisin vəsvəsələrini necə zahid, ibadət əhlini eləyir. Məsələn, indi şeyh başlayacaq
Dərs namazda necə vəsvəsələr eləyir iblis? Soyun namazda, qusulda və s. İndi ibadət məsələlərinə keçdi. Və bu da mühümdür, bunu bilmək, çünki ən birinci düşməndir və birinci buna qalib gəlməlisən. Allah subhanahu və səsələn də bizi qorusun.